Ermənistan məktəblərində Azərbaycan dilində dərslər tədris olunacaq. Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə 2025-2026-cı tədris ilindən etibarən ölkənin 3 dövlət məktəbində Azərbaycan dili fənni tədris olunacaq. Nazirliyin açıqlamasında qeyd olunur ki, layihə çərçivəsində Azərbaycan və türk dilləri yalnız 10-12-ci sinif şagirdləri üçün tədris ediləcək. Azərbaycan dilinin tədrisi könüllü xarakter daşıyır və yalnız ixtisaslı müəllimlərin mövcud olduğu təhsil müəssisələrində həyata keçiriləcək. Nazirlik bildirib ki, bu təşəbbüs 2021-2026-cı illəri əhatə edən dövlət təhsil proqramı və həmin proqram üzrə hökumətin qərarları əsasında həyata keçirilir. Sənədlərdə qonşu ölkələrin dillərinin Azərbaycan, türk, gürcü və fars dillərinin tədrisinin genişləndirilməsi nəzərdə tutulub. Regional dillərin tədrisi proqramı Ermənistanda ilk dəfə 2022-2023-cü tədris ilində tətbiq olunub. Həmin vaxt ölkənin 33 ümumi təhsil müəssisəsində bu dillərin tədrisinə başlanılıb. Onlardan 13-ü fars, 13-ü türk, 3-ü gürcü, 4-ü isə Azərbaycan dili tədris etmişdi. Yeni qərar isə Azərbaycan dilinin daha sistemli şəkildə tədrisini nəzərdə tutur.